Şagirdlərin qidalanmaq üçün gündəlik üz tutduğu orta təhsil müəssisələrindən satılan məhsulların keyfiyyətindən danışacağıq indi. Çünki məktəb bufetlərində ərzaq təchizatı hansı əsaslar və qaydalarla həyata keçirilir çox maraqlıdır. Nəzarət necə aparılır? Bax elə Göygöldə orta məktəbdəki son kütləvi zəhərlənmə bu sualları yaradır. Salam, xala, bir dənə kruasan verə bilərsiniz. Bəzən şagirdlər qısa müddətdə doymaq üçün yedikləri qidaların keyfiyyətinə çox da əhəmiyyət vermirlər, xüsusən də məktəblərdə. Halbuki bufetlərdə satılan hazır məhsullar onların sağlamlığı üçün birbaşa təhlükə yarada bilər. Daha çox sağlamlı yeməkləri yeyirəm. Məsələn, mərci və paket yeməklərdən isə kruasanlardan yeyirəm. Məktəbə güvənirəm deyə çox vaxt bəzən baxıram, bəzən yox. Bişmiş yeməklər alarkən tərkibinə əhəmiyyət verirsiniz, yoxsa elə birbaşa? Bəzən əhəmiyyət verirəm, bəzən də yox. Tarixinə baxıram çox vaxt. Belə paketlənmiş məhsullar alanda son istifadə tarixinə baxırsan? Bəli, baxıram. Həmişə tarix yerində olur? Yox, hərdən olmur. Çox vaxt paketlənmiş qidalardan alıram. Bəs paketlənmiş qidalar alanda onların son istifadə tarixinə baxırsan? Bəzən baxıram, amma bəzən bilmirəm, yadımdan çıxır. Evdə yoldaşım hazırlayır, götürüb aparır. Çünki məktəbdə bilmək olmur nə kalbasalardır, nə hərdən olur ki, boya çörəklər satırlar və belə bir şeylərdən çox rastlaşmışıq. Bufetdən heç nə almamağı tövsiyə edirəm, həmişə onları nəzarət edirəm ki, almasınlar. Yox, güvənmirəm. Çox vaxt çalışıram ki, özü hazırladığım yeməklərdən qoyum uşağa. Mütəxəssislər isə bildirirlər ki, yeməkxanalarda məhsulların saxlama şəraiti vacib amildir. Məsələn, isti qidalar bişdikdən sonra 2 saat ərzində istehlak olunmalıdır. Keyfiyyətsiz olan qidalar, yəni hansı ki bu daha çox ayaqüstü istehlak etmək üçün nəzərdə tutduğumuz yarım fabrikat qidalar var. Onlar məktəb bufetlərində satılmamalıdır. Hər hansısa bir konservləşdirilmiş yarım fabrikat tomat pastası və ət istifadə olunacaqsa bambaş halında olmamalıdır. Yəni üst hissəsi şişməməlidir, qablaşma deformasiya uğramamalıdır. Ərsəyə gətirilmiş məhsulsa beymarin vasitəsilə isti şəkildə təklif olunmalı. Soyuq salatların hazırlanması üçünsə 0 və müsbət 5 dərəcə Selsi soyucu temperaturuna çatdırılmalıdır. Bəs məktəb bufetlərində iaşə xidməti hansı qaydalara əsasən həyata keçirilir? Təhsil haqqında Azərbaycan Respublikası qanununun 28.2-ci bəndinə əsasən təhsil müəssisələrində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Məktəblərdə bufet və yeməkxanaların fəaliyyətinə görə bağlanmış müvafiq müqavilə çərçivəsində iaşə xidməti göstərən müəssisələr məsuliyyət daşıyır. Bununla belə, məktəblərdəki bufet və yeməkxanalara mütəmadi olaraq aidiyyatı dövlət qurumları ilə birgə nəzarət tədbirləri həyata keçirilir. Düzdür, təhsil müəssisələrində məhsulların satışına dövlət tərəfindən nəzarət olunur. Amma bununla paralel onların son istifadə tarixinə baxmaq, sağlamlığa fayda olub-olmadığını öyrətmək valideynlərin payına düşür. Çünki yanlış seçimlər ciddi sağlamlıq riskləri törədə bilər. Layla Allahverdiyeva, Emin Əhmədzadə, ASTV xəbər.